Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğula 2 qız hissəsi qədər pay düşür. Başqa bir ayədə buyurur, sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə bu vacibdir. Siz mənim heç bir payımın olmadığını, atamla mənim heç bir qohumluq əlaqəmin olmamasını və atamın irsinin mənə çatmadığını güman edirsiniz. Məgər Allah Quranda olan bu ayələri sizə məxsus edib və atam Peyğəmbəri bu ayələrin hökmündən kənarda saxlayıb? Yoxsa demək istəyirsiniz ki, 2 dinin əhli bir-birindən, kafir mömindən hirs aparmır? Məgər mən və atam bir dinin əhli deylikmi? Yoxsa siz Quran ayələrinin ümumi və xüsusi hökmlərini atam və əmim oğlundan daha yaxşı bilirsiniz?